Deyirəm bu simplər olmasa bizim işimiz həqiqətən də normal gedər. Bu Instagramda nə qədər belə məxluqlar görürəm. Da qadınlara da bilmirlər, nətər yaltaqlıq eləsinlər, nətər girənlik eləsinlər. İndi mən başa düşürəm, məsələn, qadınlara sevgi göstərmək istəyirlər, nə bilim, simpatiya göstərmək istəyirlər. Burada heç bir problem yoxdur. Problem bundan ibarətdir ki, bunlar o qədər aşırı dərəcədə bunu eləyirlər ki, qədər daha hörmətlərini salıblar çox aşağı sözün əsl mənasında. Və onların sayəsində də bir çox qadınlar kişilərə qarşı istədiyi şəkildə nalayiq, kobud rəftar sərgiləyirlər. Bu da düzgün bir şey deyil dostlar. Yəni mən belə oğlanları görürəm və bunların sayının çoxluğunu görürəm və mən sözün əsl mənasında şoka düşürəm dostlar. Yəni bu həqiqətən də heç də yaxşı bir nəticə deyil. Nalayiq, hörmətsiz rəftarı normal qəbul edib üstündən ötüb keçməsinlər. Çünki özünə hörmət eləyən adam qadın kişi fərq eləməz. O nalayiq rəftarı özünə qarşı qəbul edə bilməz. Əgər ki orada çox ciddi bir səbəb yoxdursa. Yəni mən bunu Instagramda daha çox görmüşəm. TikTokda da bəlkə də görürəm, bilmirəm, amma Instagramda bu insanların sayı çoxdur. Və bu əslində acınacaqlı bir vəziyyətdir. Ona görə də mən buradan baxan kişilərə səslənirəm ki, belə simpləri heç bir zaman dəstəkləməyəsiniz. Bu qədər də ağzın suyunu axıtmaq. Bir dənə göt şəkili görsən, da şoda da nə qədər olar? Başa düşürəm, okey, elə, prosto bunlar aşırı dərəcədə eləyirlər. Ona görə də biz buna simp deyirik dostlar. Da bu qədər də yoxdur, qardaş, özünüzə hörmət eləyin də bir. Amma hər şeyinizlə düşünməyin də belə.